Dostlarım salam. İndi mən sizə toyuğun ütülməyi göstərirəm. Toyuğun necə ütülür. Baxın. Necə də olsa toyuğun üstündə təmizlənəndən sonra tüklər qalır. Bax mən belə bunu ütürəm. Sonradan bunu duzlayıb sizə tuşlamağını da sizə göstərəcəm. Əvvəl bunu necə edirəm, tüklərini yandırıram. Bax bu işləm toyuqda həmçinin də bunda. Bunlar ikisini də bax belə ütəcəm. Sizə göstərirəm ki, əgər evdə qaz yoxdursa, demək hər cür şərait var da eləməyə. Məsələn, belə qaz balonlarından, balaca balonlardan alıb eləmək olar. Məsələn, bizdə işıqlandır hər şey. Amma mən görürsən, belə şey alıb evdə qoymuşam ki, toyuqdur, ördəkdir, qazdır, bax bunları bütün ütməyə. Görün necə qəşəng olur. Yəni üstündə adicə tırda belə tüklər qalmır. Hamını yandırır. Sonra da biz bunu yuyacağıq təmiz. Tuşlamağını, duzlamağını da sizə göstərəcəm, əziz dostlarım. Dostlarımız, toyuqlarımızı yuduq. Əvvəl ütdük, sonra yuduq, tərtəmiz. İndi də duzun əlavə edirəm. Baxın. Duzlayıram. Maşallah, o kadar ağırdılar ki, heç qaldırmaq olmur. Bunları üçün də indi turşulayacağım, duzlayacağım və sizə, bu da bizim alça turşumuzdur. Yaxın belə qəşəng alça turşu sürtürəm üzərinə. Bax belə, gözəl. Yəni bunu yuxarıda qoydum ki, görəsiniz. Qəşəng turşulayıram, duzlayıram, olur super. Pişirəndə də içinə ləvəngi qoyacağım. Olacaq, əla. Görün. Qəşəng bunu mazlayıram, amma necə lazımdır turşu ilə. Ki ətinə çəksin. Bax belə, hamısını belə eləyəcəm. Bax bunları da belə eləyəcəm. Bunu da istiyotu qalıb, bunu istiyotunu da vuracağım. Mənim gözəl dostlarım. Yəni bişəndə sizə göstərəcəm. Bax turşuladım içində. Qəşəng duzladım, istiyotladım, turşuladım. Bu bizim alça turşumuzdur. Qəşəng vurdum. Əla oldu. Bunu mən bişməyə göndərəndə duxovkaya, içinə ləvəngini də qoyacağım. Tabaka olanda mən sizə göstərəcəm. Yəni üçü də çox gözəl, duzlu, istiyotlu, turşulu. Necə var ki, vurma. Əla. Dostlar, düyümüz də bişdi. Aşımız çox gözəl çıxdı. Çox qəşəng, dən, möhtəşəm bir aşımız çıxdı. Bu da bizim qoz kükümüzdür. Pişib, necə deyirlər ki, super. Qoz küksündən qoz, ləvəngi, göyərti, yumurta əlavə eləmişəm, kartuşka. Çox dadlıdır. Bu da bizim tabakamız da bişdi. Çox möhtəşəm.